Herkese selam dostlar, kanalıma videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Videoyu geçmeden bak kanalımda destek olmak için abone olabilirsiniz. Videomu beğenirse like atabilirsiniz. Hem dostlar Telegram kanalımıza gelebilirsiniz. Link aşağıda olacak. Burada səhmlər və kripto valyutalar haqqında məlumatlar, alış, satış səviyyələri haqqında şəxsi analizlərimi bölüşürəm. Həmçinin müzakirə qrupunda bunları müzakirə edir. Link aşağıda olacaq. Gəlin videoyu keçək. Dostlar, bugünkü videoda deməli sizlərə deməli qısa müddətli alışlarda necə böyük gəlirlər qazanmaq olar? Bu haqda bir maraqlı video hazırlamaq istədim sizlərdən və bunu nümunələr üzərində izah edəcəm. Eee, Yəni nümunəmizə daxil olaq. Nümunəmizi T3 Defense şirkətindən verəcəm. Deməli dostlar, T3 Defense şirkəti maraqlı şirkətdir. Deməli bu şirkət də Ondasın yanına gedir. Müəyyən səhmləri ilə müəyyən şirkətlər alır və əvvəlcə gördüyünüz kimi reklam və pazarlama deyə yazılıb marketinq şirkəti kimi. Lakin sonradan sektoruna dəyişib müdafiə sənayesinə keçib və belə bir maraqlı nüans var ki, bu şirkət deməli bir çox şirkətləri alıb. Yəni müdafiə sənayesində əsasən İsrail mənşəli. Demirəm bu şirkət yatırım edilməli şirkətdir. Yəni ümumiyyətlə əsasən mən kanalımda bu kimi yəni İsrail mənşəli şirkətləri dəstəkləmirəm və bunlara da yatırım etmirəm ümumiyyətlə. Yəni çünki müharibə sənayesinə əsasən girir belə şirkətlər və bu dinc müharibə deyil, hər birinizin bildiyinə görə və sadəcə bu nümunə şəklində vermək istəyirəm. Deməli bu şirkət dediyim kimi müdafiə sənayesində bir çox şirkətlər aldı və hal-hazırda gördüyünüz kimi xalqa açıq 704 min cəmi səhmi var. Niyə bu şirkət nümunə çəkirəm? Mən bu şirkətin əvvəl 200 milyondan çox səhmi var idi. Dediyim kimi öz şirkət səhmləri ilə müəyyən şirkətlər alır. Əsasən bu alışlar İsrail mənşəli şirkətlərdir. Çünki aktiv müharibə şəraiti gedən bölgələrdə müdafiə sənaye şirkətlər daha çox inkişaf edirlər. Yəni bir yerdə aktiv fəaliyyət hardadısa, həmən sektorda daha çox inkişaf edir də. Yəni bu normal bir şeydir. Belə və bu şirkət çox səhm aldı, dəyəri düşdü. Axırda 9 sentə falan, yəni 9 sentə qədər düşdü bir səhmin dəyəri. Sonradan birləşmə elədi. Və bu birləşmə nəticəsində dostlar belə bir şey deyim. Deməli, gördüyünüz kimi səhmləri 3 dollarlara qədər, yəni birləşmə ilə 3 dollardır, əslində 11 sent falandır. Düşdü, sonradan birləşmə eləyəndən sonra nə oldu? 704 minə düşdü ümumi səhmlərin sayı və hər gün təsəvvür edin bu şirkət səhmi 50%, 100%, 50%, 100%, ümumi 1000%-ə qədər artım etdi, 90 dollarlara qədər, 4 dollardan. Və hal-hazırda 27 dollara düşür, stabillik qazanır. Niyə bu artım etdi? Bu səbəblərini deyim. İlk öncə, bazarda səhmi azdır, 704 min cəmi səhmi var. Yəni, bazarda tələb təklif üstələyəndə qiymət artır. Bu normal bir şeydir. Bu təməl iqtisadiyyatdır. Bu bir, hətta təməl bazar qaydasıdır. Bu bir. İkincisi, bu təkcə bununla olmur təbii olaraq. Çünki bazarın, daha doğrusu səhmin fəaliyyəti də önəmlidir. İkincisi, bu səhim maliyyə hesabatlarında görsək, artan bir gəlir tempi var deməli hesabatlarında daha doğrusu. Düzdür, bu səhmə yansımır, amma artan gəlir tempi var. Plus da ki, bu şirkətdə artan şirkət alımları var. Yəni bu şirkət dediyim kimi bir çox şirkətləri alır və Ondasın yoluna gedir. Deyirəm, yəni yeni Ondas şirkəti var, mən bilirsinizsə yox. Şirkətlər alır və bu şirkətlərin gəlirləri ilə daha çox böyüyür. Yəni öz səhmləri də yeni şirkətlər alır, öz səhmlərini satar və bu şirkətlər ilə də gəlirlərini artırır və öz şirkətinə daha çox gəlir göstərir. Reallıqda göstərir, lakin yeni şirkət alaraq göstərir. Yəni dilution, səhm sulandırılması edərək göstərir. Lakin nəticə etibarilə 704 min bazarda açıq səhmi olan bir şirkət əgər davamlı gəlir artımına gedirsə və rubli ümumi illik nəticəsi də 30 milyondan çox gəlir deyirsə və göstərirsə, deməli onun dəyəri 3 dollar olmamalıdır. Yəni bu reallıqdır. Bu kimi şirkətləri birləşmədən sonra az miqdarlarda, yəni az dəyərlərdən tutmaq, alış etmək yatırım tövsiyəsi deyil. Sadəcə bu olan hadisəni dəyərləndirirəm və nəticədə sonradan bu partlayışdan istifadə edib böyük qiymətlərdə satmaq sizləri qısa müddətli gəlir qazandıra biləcək bu bazarda. Dediyim kimi bunu necə edirik? Bunu ilk öncə dəyəri aşağı penny stoklara, yəni 1 dollardan aşağı şirkət səhmlərinə baxırıq. Görürük ki, bu şirkət sulandırması ilə böyük gəlirləri oynayır, lakin səhmin dəyəri aşağıdır. Yəni yüksəlmə ehtimalı da aşağıdır. Çünki
Düzdür, yüksəlmə ehtimalı olanda çoxumuz bilmirik bunu, çünki bu birdən baş verir. Lakin dediyim kimi birləşməni gözləyirik məsəl üçün. Birləşmə oldu. Birləşmə olandan sonra görürük ki, hətta bu şirkətin indi gəliri tutaq ki 100 milyon, 200 milyon. Bu şirkət Nasdaqdadır, Amerika şirkətidir. Bazarda cəmi 1 milyon səhmi var, artan gəlir tempi var və hesabatları da müsbətdir. Niyə də olmasın? Partlaya bilər. Yəni bu şirkət hər an yüksələ bilər. Bunu dəyərləndirmək hardasa lazımdır təbii olaraq. Qısa müddətdə gəlir, hətta uzun müddətli belə gəlir qazanmaq olar. Yenə də dediyim kimi mən əsasən aktiv müdafiə şirkətlərinə yatırım etmirəm. Lakin dediyim kimi bunun kimi şirkətlər çoxdur. Təkcə bu T3 defensi nümunə, sadəcə nümunə olaraq gətirirəm. Bugünkü video bu qədər dostlar. Ümid edirəm başa düşə bildiniz nə demək istədiyimi və maraqlı video olduğu ümid edirəm. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəndə.